Hı hı. İndi uşaqlar düsturları tane-tane tətbiq eləyərək bunları sizə izah edəcəyəm inşallah. Tamam mı? Tane-tane izah edəcəm. Deməli biz düsturda nə dedik? Qoy biraz daha biteyim. Biz dedik ki, mən hesablamaları çox eləməyəcəm. Çünki buna aid bir xeylam test eləyəcək bu günləri çalışmalar. Deməli nə deyirik? 1-dən 49, 19-a kimi nə olacaq uşaqlar? 19 20 bölünür 2 olacaq. Tamam mı? Yine n bölü n plus 1 bölü 2. 1'den 30 şimdi olacak. 30 bölü 31 bölü 2 olacak. Tamam mı? Sonra 10'dan 18'e kimi olanda bu ayrılır ki 1'den 9'a kimi yoktur. Eğer burada 1'den 9'a kimi olsaydı arkadaşlar olardı ne? 18 olsun 19 bölünsün 2. Tamam mı? Bu şekilde olardı. Ay müəllim, axı bu misal burası yoktur. O zaman yeni yazılmış olur. 9 olsun. Hı? İçeriye çıxmış olacaq. Müəllim, mən oranı başa düşmədim deyən varmı içimizdə? Yoxdur. İndi dördüncü necə eləyəcəyik ay Süleyman? Bura özümüzdən 1-dən 12 kimi cəmi əlavə eləyəcəyiz, düzdürmü? Olacaq 21 olsun, 22 bölsün 2 çıxılsın. 1-dən 12-yə kimi yəni 12 olsun, 13 bölsün 2. Davam edirəm icazənizlə. Adam deyər, buyurun müəllim. Buyur müəllim. Sağ ol, sağ ol, sağ ol Kamil. Sağ ol, sağ ol Kamil. Əziyyət çəkirsiniz valla. Çox sağ olun, çox sağ olun. İndi beşincini zərfə başı necə eləyəcəz? M vurulsun n plus 1 bölünsün 2 beraber 55. Aynen öyle. X times x teker 1 bölüsün 2 beraber ne 55 ya? Buradan da çapraz varında x olsun x teker 1 beraber 110'a. İki ardıcılardan hasıl edir. Ama 11'den hasıl edir. Aynı şekilde Kamil x olsun x plus 1 bölüsün 2 beraber 45'e. Bunu da çarpaz edeceğiz. Şekilde olacak. Hesaplamaları demirəm. Niye göre? Çünkü varı eləmək nədən adı şeydir. Bu da aydındır. Aynı şəkildə şey yaptık biraz önce. Gəldik cütlərə. Şimdi cütlərlə təklərdə genelliklə uşaqlar eni tapmaqda çox çətinlik çəkirlər. Nə deməkdir bu? Baxın, 2-dən 20 olduğuna görə biz biraz öncə dedik ki, cüt hasillərdir. Yəni 2 şəklində olmalıdır. Deməli, buradan nə bərabər olma? Biz də cüt hasillər bilirik ki, 10 olsun nədir? 11'dir. O da nə edir? Uşaqlar 111. Mesela burada 28 hansı şekilde? Yo. Burada 2'den başlamırıq. Burada 2'den başlayır. 2 7 8. Əvvəlcə biz görürük ki 28'e kimi. Deməli burada en 4 diyor. Ne olur uşaqlar? 4 15. Çıxsın 2'den 8'e kimi. Burada da en nedir? 4'tür. Yani 4 olsun 5. Bu da beraber değer 195 desin. Müəllim, səsiniz çox qırıq-qırıq gəlir. Səsim çox qırıq-qırıq gəlir. Zoom'da da onu hiss eləyirəm. İnternetin şeyliği ola bilər. İndi yaxşılaşdı müəllim. Hamıda elədir. Fatimə, Nigar, səsim qırıq-qırıq gəlir zərfə. Evet hocam. Ben, Mənim bəzən gedir, bəzən gəlir səsiniz. Çünki Zoom gecikmə verir açıqcası. İndi düzəldi müəllim. Arkadaşlar niyeymiş? Çünki recording gedir. Recordingdə zaten görürəm ki, internet anormal dərəcədə bərbaddır. Biraz önceki YouTube'un recordingi normal 2 dəqiqə, 3 dəqiqə fırlanırdı. Hələ də 57-ci faizdədir. Vay vay vay. İnternet bayağı bir çöldə yağış yağır. Düzələr uşaqlar 2 dəqiqəyə. Düzələr. Aha. Bəs onun sualını nasıl yapacağız? Yine düzeler. Onuncu sualı nasıl yapacağız?
2'dən uşaqlar gecikir zoom. Zoom gecikir, deməli internet bərbaddır. İnternet berbat. Şimdi 24'te burada enerji konuşuyor. Demek ne olacak? Şimdi yerlerle düzgün açalım. Belə də müəllim yenə qırılır. Bu 5 değil, bu da ne olacak? 5 olmasın 6 olacak. O da ilerleyeceğini 120 oldu. Vay 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 vay. Çok berbat. Birinci eləyəcək uşaqlar. Eşidirsiniz mi? 11'i necə eləyəcək? Sesim gelirmi balalar? Bəli. O- 11'də də forma müəllim. N vurulsun N plus 1 bərabər 420. Aysa buradan mı 2'den başlayır? Aynen. Burada x sıfırımı yazabiliyorum. Ben var üzr istəyirəm. Üzr istəyirəm. Bura iki şeklinde olduğuna göre dolayısıyla bu en hızlı en plus bir olması. Tamam mı? İndi burada iki en şeklinde olduğuna göre en hızlı en plus bir 420 en az verilirse ha uşaqlar. Tamam mı? Deməli siz orada ne demelisiniz ki 420 hasilini veren nedir burada? En nedir onda? 20'dir de düzdür. Çünkü 20 basın 20 420'dir. Siz en de burada 20 olanda x ne oldu? 20'ni 2'ye varandı. Görün kim başa düşmədi mən haranı, nə cür tapdığımı. Kim başa düşmədi ay uşaqlar. Nigar başa düşdünmü? Kamran başa düşdünüz mü? Başa düşdüm. Bəli müəllim. Fatimə, Zeynep başa düşdünüz mü? Ay Zeynep. Başa düşdüm. Hı hı. Yine Ben de başa cüt düştüm ədədlər hocam. olduğuna göre iki şekilde çok güzel. Burada ne olacak? En times en plus 10 olacak. Buradan da göreceğiz ki en beraber 12'nin de 2'ye varandı. Ne geldi? 24'lerdi. Evet, bir tane kaldı tekler. Geldim tekler. Hı hı. Teklerde 2n minus 1 şeklindedir. Vay 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 vay. İnternet temiz yanmış vaziyettedir. 28 interneti biz tarafı 28 mayın internet. Çok rezildi de. İş yerinde de böyle. Şimdi arkadaşlar ne yapıyoruz? Birden 19'a kimi. Biz dedik ki ay müəllim tek ədədlər şeklinde olmalıdır. 2 minus 1 şeklinde. Tamam. 2 minus 1 beraber 19'a. Neleri beraber 10'a. Bize de ne düştü? Kalır. Yani 10 kalır. Ne olurdu? 100 olur. Tamam mı? Yine 2 minus 1 şeklindedir. Olur. 2'nin 26 en beraber 13 ne eləyir? 169 olur. On altı. Süleyman necə elərik 16-nı? Səndən deyərik, sonra digər uşaqlara da şey eləyərik, sonra testlər eləyərik. 16-nı necə eləyərik? N sıx 1 bərabərdir 29-a. Necə? Orada 1, 3, 5 əvvəldə Bəli, bəli, bəli. olmalıdır. Bu böyük firmanın getdiyi şey olmalıdır. Aha, sonra Süleyman. 2N sıx 1 bərabərdir 29-a. Bəli, 2001 bərabərdir 29-a. Sanki Burada də bir N 15-dir. N buradan 15'tir, bu da 15'in kadardır. Çıxılsın, burada da Bəli, 7 onu da olması çıxarıq. için 2 minus 1 olması için ne olur? 8 n beraber 4 olur, 4'ün kadardır. 225 çıxılsın 16, o da 209'da. Arkadaşlar anlaşıldı mı? Kim 16'nı başa düşmedi? Zərife, Nigar, Süleyman, Zeynep, Kamil, Fatimə.
Başa düştüm. Hı hı. Ben de Şimdi başa Zeynep düştüm o hocam. zaman çok güzel. O zaman sizde seslerde bir var. Yani ki ben internetimden de 100%. Ben de internet yani yüzünden şey değil. Yani converting 97%'dir. 98, 99, bir de 100. Aha, converting YouTube'unu kurtardı. O da yüklenme olabilirdi. Evet Zeynep'ciğim 17'ni köməklə bir dənə sonra başlayaq testlərimiz. Orada birden 11'e kimi olacak? Çok güzel. Hı hı. Sonra 2n minus 1. hı hı. En burada neçə olacaq onda? 12'nin kvadratı. Evet. En burada neçə olacaq? 6'nın kvadratı. Sen mesela bugünkü dərsimiz bu qədərdir. Sualı olan var mı uşaqlar? Çünki testlərə keçəcəm indi. Hı. İndi asanlardan başlayalım suallardan. Sonra bakarız durumlara göre.